Bu videoda həm ticarət, həm ziyarət edirik. Bu gün bütün şələşüləmi yığıb Bakı səfərinə hazırlaşıram. Şələşülə dediyimə baxmayın, bu avadanlıqların hər birinə hörmətim var. Hər səfərimdə məni az qala təyyarənin qapısına kimi ötürən vəfalı babam yenə öz yerində, məyus gözləri ilə məni gözləyir. Babaya təskinlik verib çörək ağaclarımı da arxaya qoyduqdan sonra Aygün bəylər və Nigar Camalın müşayiəti ilə hava limanına doğru yola düşürük. Qeydiyyatdan filan keçib içdiyim 12 çay az imiş kimi 13-cü çayımı da aldıqdan sonra hava limanının internetinə qoşulub premieri açdım. Hava limanında minik vaxtını gözləmək mənim üçün ən gözəl şeylərdən biridir. Çünki başqa vaxt belə boşluq tapmıram. Fürsət bu fürsət deyib baba ilə olan videomuzu editləməyə başlayıram. Sizləri videosuz qoymaq olmaz əlbəttə. Minik başladı. Qaça-qaça təyyarəyə tərəf gedib yerimi aldım. Yaxşı bir axşam mənzərəsi ilə uçduqdan sonra Bakıya çatdım. Niyədir bilmirəm, Bakı hava limanında mənə normal qıraqdan düşmək qismət olmur. Mütləq gərək bu avtobuslara minim. Nəysə bir təhər düşüb çamadan müəllimi biraz gözlədikdən sonra əslində heç sevmədiyim, amma bir türlü qopmadığım bir boğumla görüşə bildim. Səsimizin yaxşı olduğunu zənn edib bağıra-bağıra oxuduğumuz mahnı ilə bircə evə doğru yollandıq. Bir təhər səhər açıldı və mən artıq çalışmalı olduğum yerə, Expo Centerə çatdım. Deməli bugün hardayıq? Bakı Expo Centerdəyik. Təşişlərimi edib, gəzib, dolanıb fərqli şirkətlər və insanlar tanıdıqdan sonra robot itlə də bir şəkil çəkdirib gəzintimi yekunlaşdırdım.